belirsizlik məni çox qorxudur. İstədiyim həyat bu deyil, amma buradan da gedə bilmirəm. Gəlin bunlar haqqında biraz danışaq. Ümumiyyətlə, belirsizlik bizim üçün bəlkə də ən qorxulu, qorxunc bir şeydir. Və insanın bu belirsizlik qorxusu bəzən onu komfort zonada saxlamağa vadar edir. Bəzən biz heç sevmədiyimiz bir yerdə, sevmədiyimiz insan və ya insanlarla qala bilirik. Və ya da ki, münasibətlərdə ola bilər ki, çox əmək vermişəm, bu qədər çalışdım, çabaladım, onu dəyişdirməyə çalışdım, nələrsə etdim. İndi isə getmək mənim üçün çox çətindir, getmək istəmirəm. Çünki nələr olacağını bilmirəm. Yəni, və ya da ki, burada əmək vermişəm, əmək sərf eləmişəm, enerjimi, vaxtımı sərf etmişəm, niyə gedim? Yəni, getmək istəmirəm və ya da ki, getmək çox qorxunc görünür. Çünki artıq yeni bir şeylər, yeni insanlar, yeni durumlar olacaq. Nələr olacaq, mən bunları bilmirəm. Və mən bunları nə qədər qarantiya ala biləcəm, nə qədər özümü qoruya biləcəm orada və mən bu yeniliklərə nə qədər hazıram görəsən. Bu kimi düşüncələr, yenilikdən qorxmağımız və ya da ki, yeninin daha pis olacağı qorxusu bizi bir çox hallarda elə oturduğumuz yerdə bir növ saymağa və ya da ki, ancaq olduğumuz vəziyyətdən şikayətlənməyə bir növ aparır. Biz şikayətlənirik, amma ortada heç bir şey yox və ya da ki, günahkar axtarırıq, kimdir günahkar. Bunu bir çox hallarda, məsələn, uşaqlıq travmalarımızın üstünə atırıq. Uşaqlığımda bu travma oldu və buna görə mən beləyəm. Və ya da ki, uşaqlıqda atam, anam filan şey yaşatdı mənə, mən indi ona görə beləyəm.